Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Sağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan demək Saatlı rayonunda biz illər əvvəl dəfələr olmuşuq, gözəl mövzulu məqalələr hazırlamışıq, qabaqsız müəllimlər çəkmişik, şagirdlər çəkmişik. Bugünkü gündə bizim qonağımızı sizlərə təqdim etmək istəyirəm. Həm rayonda tanınmış müəllimdir, həm nümunəvi repetitor müəllimlərdən biridir. Düzdür, mən Vüsal Kəlbəcəri repetitor müəllimlərlə bağlı çoxlu şəkildə tənqidi çəkməyimə baxmayaraq, bu günə müsbət mövzuda çəkilişə gəlmişik. O bütün respublikamızı görsün ki, belə bir müəllimimiz var. Müəllimə öz adımızdan uğurlar diləyirik, nailiyyətlər diləyirik. Mən istəyirəm özünüzü təqdim edəsiniz. Adınız, soyadı, atanızın adı? Rüstəmov Cavid Ələsgəroğlu. Rüstəmov Cavid Ələsgəroğlu. Neçədən adamsınız müəllim? 1982-ci ildə ilə bu Qaralar kəndindən adammışam. Çox gözəl. 2003-cü ildə Gəncə Dövlət Universitetinin Azərbaycan Dil Ədəbiyyatı fakültəsini, Filologiya fakültəsini bitirmişəm. Neçənizdə müəllim fəaliyyətə başlamışsınız? 2007-ci ildən ilk dəfə təyinatım üzrə gəlmişəm. Müəllim olaraq fəaliyyətə başlamışam. İlk fəaliyyətə başlamışsınız? Bu Saatlı rayonunun Ucqar kəndlərindən biridir. İlk dəfə orada başlamışam. Keçmiş Xanlar kənd var idi. Bəli. Orada 2 kənddə işləmişəm. Bir də ilk dəfə Qarayev kənd vardı orada. İndiki Orta Muğan adlanır. Orada başlamışam fəaliyyətə. Bundan sonra bizim öz məktəbimizə, yəni Varxan kənd orta məktəbində fəaliyyətimi davam etdirmişəm. Çox gözəl, çox gözəl. Və biz bilirik ki, sizin haqqınızda hansı tədris edirsiz müəllim? Azərbaycan Dil Ədəbiyyatı. Azərbaycan Dil Ədəbiyyatı müəllim. Müəllim təkcə məktəbdə qabaqsız müəllim deyil, həm də repetitor müəllim kimidir. Yüzlərlə şagirdlərin Azərbaycan ali məktəbə ən yüksək balla qəbul olması üçün əlindən gələn əsirgəmir. Həm neçə nömrəli məktəbdə fakt çalışırsınız? İndi artıq həm 2 saylı orta məktəbdə, həm də Varxan kənd orta məktəbində, şəhər 2 saylı orta məktəbində. Varxan kənd məktəbində. Həm də Varxan kənd orta. Həm də repetitor fəaliyyətə başlayırsınız. Gələcək planlarınız, gələcək arzularınız var? İndiyə qədər ümumiyyətlə mən həm də qabaqcıl müəllim döş nişanı ilə təqdim olunmuşam. Təşəkkürlər. 2 il bundan əvvəl təqdim olmuşam ondan. Deməli, hörmətli nazirimiz tərəfindən mənə o belə də etimad göstərilərək verilmişdi o. Ondan əlavə də ki, indiyə qədər 11 dənə şagirdim Respublika Fənn Olimpiadasında yüksək nəticə əldə edib. 2 nəfər birincilərin birincisi nominasiyasının qalibi olub Azərbaycan dili fənnindən. Olan da biri Leyla Səfərova, digəri isə Şahlar Abdullayevdir. İndi hal-hazırda 11-ci sinifdədir. 300 ballı şagirdim var, həmin Leyla Səfərova, həm də 2 dəfə birincilərin birincisi nominasiyasının qalibidir. Zəhra Hüseynova Respublika 3-cü qrupda 2-ci şans imtahanında Respublika birincisi olub 3-cü qrup üzrə. Həm də Leyla 2-ci qrup üzrə, o da 3-cü qrup üzrə o da birinci yer tutmuşdu, amma 2-ci imtahan. Çox gözəl. Və mən sizə öz adınızdan dərin təşəkkür edirəm. Sağdaş Təhsil komandası olaraq siz kimi məmnunuz, fəxr edirik, qürur duyuruq. Arzumuz odur ki, gələcəkdə işimizin jurnalist işi nədir? Jurnalist işi odur ki, ya mənfilərsə ki, bütün cəmiyyətin tanıtılır, nöqsanları, ya da ki, müsbətləri tanıtılır. Və biz bu müsbəti bu gündən çəkirik ki, bütün dünya görsün ki, bizim belə bir müəllimimiz var. Bütün adiyyəti olan orqanlar, region, sektor, nazir, hətta cənab prezidentimiz də görsün ki, belə bizim müəllimimiz var. Bizim də arzumuz odur ki, inşallah təqaüdə çıxana qədər əməkdar müəllim olasınız, tərəqqi medal olasınız, ən yüksəklərə layiq görəsiniz. Sağdaş Təhsil komandası olaraq siz kimi məmnunə fəxr edirik, qürur duyuruq, uğurlarınız bol olsun. Çox sağ olun, təşəkkür edirəm ki, siz də gəlib müəyyən bir mənada bizim əziyyətimizə heç olmasa biraz da işıq tutub, bunu işıqlandırırsınız. Təşəkkürlər. Allah sizdən də razı olsun. Çox sağ olun.